Bu kitabda mən 25 dənə əhvalat vermişəm. Həmin əhvalatlarda Erməni-Azərbaycanlı münasibətləri də var, bizimkilərin ermənilərə qarşı döyüşməyi də var, ermənilərin hansı hadisələr törətməyi də var. Eyni zamanda ermənilərin 1919-cu ildə belinə qaynar samavar bağlayıb öldürdükləri Aşıq Nəcəf də bizim kəndin oğludur. Aşıq Nəcəf çox bənzərsiz istedada malik bir aşıq olubdur. Demək, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgər, atası Aşıq Talıbdan və Zoddu Aşıq Ağayardan, bunların hər ikisi Aşıq Ələsgərin şəhidləri olubdur. Onlardan bir müsahibə alıbdır, maraqlı müsahibədir. Demək, həmin müsahibədə deyir ki, Aşıq Ələsgərin axı 12 şəhidi olubdur. Deyir ki, şəhidlərinin hansını çox istəyirdi? Deyir, Nəcəfi. Deyir, niyə? Nəcəfi niyə? Deyir, çünki həm bənzərsiz səsi olub, çox istedadlı olub, hətta Aşıq Nəcəf şikəstə belə oxuyurmuş, muğamları oxuyurmuş. O dərəcədə istedadlı bir aşıq olubdur. Gözəl zil səsi olubdur. Bilirsiniz də, seridə ən zil səsdə aşıq Aşıq Əsəd olubdur. Hətta Moskvada oxuyanda Stalinin qarşısında belə Stalin onun boğazını yoxlatdırıb ki, görün ora nəsə qoymayıblar aparat. O dərəcədə Aşıq Ələsgər məsləhət görürmüş ki, ancaq Aşıq Nəcəflə Aşıq Əsəd eyni toya gedə bilər. Çünki bunların səs diapazonu bir-birinə uyğun gəlir. Bu baxımdan Aşıq Nəcəf o dərəcədə istedadlı bir aşıq olubdur.